Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün qalıqlı bölmə mövzusundan bəzi sualların izahını diqqətinizə çatdıracağım. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya imtahanlarına hazırlaşan ibtidai sinif müəllimləri üçün yeni qrupumuz aktivləşəcək. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur. Hər dərsin sonunda mövzu üzrə testlər işlədilir. Ümumi proqram müddəti ərzində 150-dən çox sınaq işlədilir ki, bu da sizə imtahanlarda yüksək nəticə toplamağa köməklik göstərir. Əlaqə üçün 051 644 31 54 nömrəsinə yazaraq daha ətraflı məlumat əldə edə bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, ABC 000 ABC 8 bölünsün ABC qalıqlı bölmə əməlində qismət plus qalığı tapın. Gəlin ədədimizi yazaq. A, B, 1, 2, 3 sıfırımız var. A, B, C, bir də 8. Bölünsün nəyə? A, B, C. İlk olaraq ABC-ni götürürük 1. A, B, C. Sıfırlar gəlir bura. 1, 2, 3 sıfırımız gedir. A gəlir, bölünmür 1, 0. B gəlir, bölünmür 1, 0. C gəlir, bölünür 1. A, B, C. Sonra 8 gəlir, bölünmür 1, 0. Bu olur bizim, deməli, 10 milyon 10. Nataman qismətimiz. Qalığımız isə 8-dir. Və ikisi bir yerdə istəyir. Qismət plus qalıq 10 milyon 18. Doğru cavabımız olacaq B variantı. Keçək növbəti sualımıza. İkinci sual belədir ki, ədədi 30-a böldükdə alınan nataman qismət alına bilən ən böyük qalıqdan 3 dəfə böyükdür. Həmin ədəd ən az neçə ola bilər? Deyək ki, ədədimiz x-dir. Bölürük nəyə? 30-a. Nataman qismət alınan, deməli, böldükdə alınan nataman qismət alına bilən ən böyük qalıqdan 3 dəfə böyükdür. Ən böyük qalığımız 29 olar. Vurarıq 3-ə. Bir də ən kiçik ədədi istədiyinə görə üstünə 1 gələcək. Çünki ən kiçik qalığı gələcək. Olacaq x bərabərdir 30 vurulsun. Deməli, bura olacaq 87. 29-u 3-ə vuracam. 87. Və nəticədə üzərində də 1 gələcək. 87. X də bərabərdir 2610 eləyir. Üstünə də 1 gələndə 2611. Doğru cavabımız olacaq 2611. B variantı. Növbəti sualımız 3 nömrəli sualdır. Deyir, ata oğlunla 28 yaş böyükdür. Atanın yaşını oğlun yaşına böldükdə nataman qismətdə 4, qalıqda 4 olur. Atanın yaşını tapın. Deməli, ata bir də oğul. Oğula x desəm, ata bundan 28 yaş böyükdür. Yəni x plus 28. Atanın yaşını, yəni x plus 28-i x-a bölsəm, nataman qismətdə 4, qalıqda da 4 alınır. Yəni bölən, nataman qismət qalıq. Biz bölünəni tapmaq üçün böləni nataman qismətə vurub üzərinə də qalığı gəlirik. Deməli, atanın yaşı olur. Olacaq 4x plus 4 bərabərdir x plus 28-ə, atanın yaşına. Buradan 4x-dən x-i çıxaram. 3x bərabərdir 24-ə. X də bərabərdir 8-ə. Oğul oldu 8 yaş. Ata da 28 üzərinə 8. 36 yaş. Doğru cavab C variantında qeyd olunub. Keçək növbəti suala. Deməli, ədədi 7-yə böldükdə, qalıqda və nataman qismətdə eyni olan 2 rəqəmli ədədlərin cəmini tapın. Biz ilk olaraq ədədi 7-yə bölürüksə,
Həm nataman qismət, həm də qalığın eyni olmasını istəyir. 7-dən 1 çıxacam, 6 ədəd yazacağıq. 6 qalıqlı ədədimiz var. İlk ədədi tapmaq üçün 7-nin üzərinə 1 gələcəm, olacaq 8. 8-i bölürəm 7-yə, 1, qalıqda da 1 düşəcək. Hər növbəti ədədi 8 vahid artıracam. 16, 24, 32, 40, 48. Deyək ki, 16-nı 7-yə bölsəm, 2 və 2 düşür. Digərlərini yazmaya ehtiyac yoxdur. Bizdən nə istəyir? 2 rəqəmli. 6 ədəd yazacaqdı, 6-sını yazdı. 1, 2, 3, 4, 5, 6. 2 rəqəmlərdən 8-i çıxıram. Bir rəqəmlidir. Yerdə qalır 16, üzərinə 24, üzərinə 32, üzərinə 40, üzərinə 48. Və cəm neçə eləyəcək? 160. Doğru cavab C variantıdır. Keçək növbəti sualımıza. 5 nömrəli sual. 5 nömrəli sualda bizdən nə tələb edir? Qalıqlı bölmə əməlində qismət 25, bölən isə 12-dir. Bölünənin ən az neçə ola bilər? Bölünən ən az neçə ola bilər? Yəni, x-i bölmüşük 12-yə. Nataman qisməti 25-dür. Ən az deyirsə, qalığımız 1 olacaq. X də bərabərdir. 12 vur 25. Üzərinə də 1 gələcək. X də bərabərdir. 12-ni 25-ə vursaq 300, üzərinə də 1 gəlsə 301. Doğru cavab A variantında qeyd olunub. Növbəti sual 6 nömrəli sualdır. Bölən 20, nataman qisməti 20 olarsa, bölünənin ən böyük qiymətinin rəqəmləri cəmi neçə olar? Bölən 20-dir. Yəni, x böl 20, nataman qisməti 20, qalıq isə, əgər ki, ədədi 20-yə bölürəm, 19 qalığımız olacaq. Doğru cavab 19-dur. Və ən böyük qiymətlərinin rəqəmləri cəmidir. Ən böyük ədədi tapaq. X də bərabərdir. 20-ni 20-yə vuracaq. 400, üstünə də 19. Bizə verəcək 419. Və bunun da rəqəmləri cəmi bizə neçə verir? 14 verir. Doğru cavabımız olacaq C variantı. Keçək növbəti suala. 7 nömrəli. 2 ədədin cəmi 52-dir. Böyük ədədi kiçik ədədə bölsək, nataman qismətdə 5, qalıqda 4 alınır. Bu ədədlərin fərqi neçədir? Deyək ki, A ədədi var, bir də B. Biri x-dırsa, biri 52 çıx x-dir. Niyə? Çünki toplayanda bizə cəm versin 52. Böyük ədədi, yəni 52 çıx x-i x-a bölmüşəm. Nataman qismətdə 5, qalıqda da 4 alınıb. Bölünən, bölən, nataman qismət qalıq. İndi biz x-i 5-ə vurarıq. Üzərinə də 4 gələrik, böyük ədədi alarıq. 52 çıx x-i alarıq. Və buradan x-lər toplanılacaq. 6x bərabərdir. 52-dən 4 çıxanda 48. X də bərabərdir 8. Bir ədədimiz 8-dir. Digər ədədimiz 52-dən də 8 çıxanda 44. İndi bizdən nəyi istəyir? Bu ədədlərin fərqini istəyir. Fərqi 44-dən çıxacaq neçəni? 8-i. Bərabərdir 36-ya. Doğru cavabımız olacaq B variantı. Növbəti sual 8 nömrəli sualdır. Bölünənlə bölən 10 dəfə artırılsa, nataman qismət necə dəyişər? Deməli, bölünən, nataman qismət. Qalığı soruşmur. Gəlin özümüzdən bir misal üzərində tətbiq edək, tam aydın olsun. Məsələn, yazıram 8 böl 2 bərabərdir 4. Verilən şərti bunun üzərində tətbiq eləsə, bölünənə böləni 10 dəfə artırsaq. Bunu 10 dəfə artırsaq 80. Bunu da 10 dəfə artırsaq 20. 80-i 20-yə bölsək neçə düşür? 4 düşür. Nataman qismət dəyişməyəcək. Əgər qalıq istəsə, qalıq da bunlar qədər dəyişməlidir. Keçirik 9 nömrəli suala.
n ədədini 10-a böldükdə nataman qismətdə m, qalıq 9 alınır. N ədədini 5-ə böldükdə nataman qismətdə neçə olar? Burada biz yəni qayda olaraq nə yaza bilərik? N bölünsün 10 bərabərdir m üzərinə 9. Yəni qalığın gəlirik. N özü nəyə bərabərdir? Qalıq 9'dur. N özü bərabərdir 10 m üzərinə 9. Qalığı belə yazır. N özü bu ədədə bərabərdir. Bizə deyir ki, n-i 5-ə böldükdə. 5-ə bölək biz bu zaman. 10 m üzərinə 9 bölünsün 5 bərabərdir. Bərabərdir. Buradan 10 m-i 5-ə bölsək, qalacaq 2m ayrı-ayrılıqda. 9'u da 5'ə bölsək, bir dəfə düşəcək, qalıqda 4 qalacaq. Bizdən qalığı istəmir, qisməti istəyir, nataman qismət. Deməli, bu ədədi biz 5'ə bölsək, 2m plus 1. Doğru cavabımız olacaq C variantı. Əgər qalığı istəsə, qalıqda 4'dür. Keçək növbəti suala. 10 nömrəli sualdır. Deyir, ədədi 6'ya böldükdə nataman qismətdə a plus 5. Qalıq qismətdən 2 vahid kiçikdir. Bölünəni tapan. X, yazaq x bölünsün. Deməli 6'ya. Bərabərdir. A plus 5. Nataman qismət. Qalıq qismətdən 2 vahid kiçikdir. O zaman olur a plus 3. Qalığımız a plus 3'dür. X'i tapmaq üçün 5'i 6'ya vuracağım. 5'i 6'ya vuracaq 30. Bir də nəyə vuracaq? A-ya. 6a plus 30. Bir də üzərinə qalığı gələcək. Olacaq 7a plus 33. Bizdən elə bunu istəyirdi. 7a plus 33. Doğru cavab C variantında. Bu tipli videoların davamlı olmasını istəyirsə kanalımıza abunə olun və video izahları müəllim yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.